Bu yaz ağzında, Novxanada baharın ayaq səsləri, addım səsləri duyulmaqdadır. Könül istəyir ki, belə havada ancaq şeir söyləyə və bu günəşli gündə, qanın coşduğu vaxtda Miskin Abdalı, Ağ Aşığı, Aşıq Alını, Aşıq Ələsgəri, Qasım bəy Zakiri, Baba bəy Şakiri, Seyid Əbülqasım Nəbatini, Seyid Əzim Şirvanini, Mir Mehdi Nacini, Molla Pənah Vaqifi necə xatırlamayasan, necə duymayasan. Kür qırağının əcəb seyrəngahı var. Yaşılbaş sonası hayıf ki yoxdur. Ucu tər cığalı siyah tellərin hərdən tamaşası hayıf ki yoxdur. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın, cümlə cahanın, belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası hayıf ki yoxdur. Vaqif haqdan dilər lütfü kərəmlər, belə yerdə qalan, vallah verəmlər. Yenə yada düşdü bizim sənəmlər, getməyin binası hayıf ki yoxdur. Molla Pənah Vaqif. Ahəngər deyiləm, naşı bəzirgan, gözüm dürdanədə, ay Yəməndədir. Sinəmdədir eşqin şirin çeşməsi, ləzzəti meyl edib, ay Əməndədir. Bir sazım var, yox pərdəsi, nə simi, onu çalıb kim tərpədər? Nə simi, Firdovsi, Füzuli, Hafiz, Nəsimi, onlar da yazdığı, ayə, məndədir. Kişi gərək zəhmət çəksin, dər salsın, süfrə açsın, ad qazansın, dər salsın, dərs yazlar, Ələsgərdən dərs alsın. 6600 ayə məndədir. Dədə Ələsgər.